Azərbaycanda bu ildən yeni qanun qüvvəyə mindi ki, yaxın qohumlar, əmi qızı, əmi oğlu, dayı qızı, bibi oğlu ailə qura bilməzlər. Şəriətlə isə bu qadağan deyil. Bu durumda nə etmək lazımdır? Bəli, şəriətlə bu qadağan deyil, lakin vacib də deyil. Yəni şəriətlə vacib deyil ki, mütləq gedib kimsə öz əmisi qızısını ya bibi qızını alsın. Sadəcə şəriət onu qadağan eləmir. Lakin vacib deyil. Ona görə bu məsələdə tabe olmaq lazımdır, qanunları pozmaq lazım deyil. Xüsusən hətta bəzi alimlər danışıb bu barədə. Düzdür, bu nadir hallarda ola bilər, amma ola bilər. Müəyyən bir xəstəliklərə səbəb ola bilər. Necə onu Şeyx Hüseymin Rahimullah buyurur ki, olur belə şeylər. Ona görə məsələn, səbəb yoxdursa, qıraqdan qız almaq daha yaxşıdır. Qıraqdan qız almaq daha yaxşıdır ki, orada o irsi xəstəliklər və sair səbəb olmasın. Lakin sözsüz ki, şəriət biz bunu eləməsək də, tabe olsaq da qanuna biz deyə bilmərik ki, şəriətdə bu qadağandır. Şəriətdə bu icazəlidir və ola bilsin müəyyən bir vaxtda bu tibb daha çox inkişaf edəndən sonra artıq baxa biləcəklər ki, məsələn filan qızla oğlan evlənsə müəyyən bir xəstəliklər ola bilərmi ya yox və ona əsasən də bu məsələdə daha da çox aydınlıq olacaq inşallah gələcəkdə. Çünki tibb inkişaf edir. Amma ümumən, yəni müxalif olmaq lazım deyil.